en böyüğünü alın. Ötən gün Sovetski adlanan məhəllənin sakinləri yenidən etiraz aksiyası keçirmək üçün 173 saylı məktəbin qarşısında toplaşıblar. Onlar evlərinin sökülməsinə və bunun qarşılığında hər kvadrat metrə görə 1500 manat verilməsinə etiraz ediblər. Daxili İşlər Nazirliyi Çevik Polis Alayının əməkdaşları aksiya keçirilən əraziyə gələrək sakinləri həmin yerdən uzaqlaşdırmaq istəyiblər. Bu zaman polislə bir qrup gənc arasında insident yaşanıb. Sakinlərdən bir neçəsi polis maşınına mindirilərək naməlum istiqamətə aparılıb. Anamı söyüb, bacımı söyüb. Sen artık onu heç kimin arasını söyə bilməz. Niye aparmışsın? Sen ne aktarın var benim uşağımı aparasan? Getirin. Sen Müslüman değilsin. Sen Azerbaycanlı değilsin. Sen anan yoktu. Verin benim uşağımı. Ver uşağımı istəyirəm, verin. Niye? Millet milleti görür burada. Hani başı gelsin de. Millet milleti görür burada. Tanmazlar. Bizim prezident belə deyib ki, gidin cəmaatı tutun deyin. Başını oynatın. Prezident sizə belə deyib. Verin uşağımı. Ay bu ne? Tavır ulan! Şimdi adı ne? Adı nedir? Adı soyadı. Adı nedir? Kaçmadı ya. Ama neylemişsin? Otur işte. Adı bu değil. Adı bu değil. Adı değil. Ay be nasıl? Adın soyadı. Adın soyadı. Otur başına. Ama neylemişsin? Otur da söz diyen eşit ya. Allah razı olsun. Çok sağ olun. Çok güzel. Haydi.